Qarabağın Çempionlar Liqasında möhtəşəm çıxışı bütün dünyaya sürətlə yayıldı. Hətta bəlkə Azərbaycanın xəritədə harda yerləşdiyini bilməyən, indiyədək ölkəmiz haqqında heç bir biliyə sahib olmayan futbol əfsanəsi Thierry Henry belə klubumuz haqqında xoş fikirlər səsləndirdi. İnanıram ki, hər birinizin ətrafında heç vaxt futboldan danışmayan tanışlarınız belə Qarabağın növbəti oyunu haqqında maraqlanır. Bu cür uğurlar ölkəmizdə futbolun kütləviliyinə yol açan ciddi bir prosesdir. Əminik ki, Qurban Qurbanov və onun komandası bu uğurlu çıxışı davam etdirərək Azərbaycan Qarabağ adını daha da zirvələrə daşıyacaq. Onu da bildirim ki, bundan sonra bu komanda bütün maçlarda xal qazanmasa belə pis olmağa dəyməz. Onlar artıq boylarından yuxarı tullanmağı bacarır. Gələk videomuzun əsas kulminasiya nöqtəsi olan Atletik Bilbao komandasının təhlilinə. Atletik Bilbao İspaniyada Real Madrid və Barcelona ilə yanaşı heç vaxt aşağı liqaya düşməyən 3 klubdan biridir. Üstəgəl onlar 8 dəfə La Liga, 24 dəfə Kral Kuboku çempionluğu qeyd edib. Hazırki məşqçisi Ernesto Valverde'nin rəhbərliyi altında bir dəfə İspaniya kubokunu, bir dəfə isə İspaniya Super Kubokunu qazanmağa nail olub. Yəqin ki, bu vaxta qədər oxuduğunuz məlumatlardan bilirsiniz ki, İspaniya təmsilçisində bu mövsüm işlər yolunda getmir. Bəzi zədəli futbolçular və itirilən xallar onları ac bir xərçəng törəməsinə döndərib. Əbəs yerə deyil ki, Ernesto Valverde son açıqlamasında futbolçularına Qarabağa 9 qol vurmaq tapşırığı verdiyini bildirib. Yəni bu bir növ çoxunu istəyirəm ki, heç olmasa az olsun məsəlinə bənzəyir. Amma biz bu illər ərzində bu cür iddialı açıqlamalar verib daha sonra burnunu sallayan rəqiblər çox görmüşük. İnanırıq ki, Valverde'nin Atletiki də sakitcə onların sırasına düzüləcək. Onlar İspaniya çempionatında bu mövsüm 8 maçda 3 qələbə, 1 heç-heçə və 4 məğlubiyyətlə yadda qalıblar. Bu oyunlarda 9 qol vuran klub öz qapısında da eyni sayda top görüb. Çempionlar Liqasında isə keçən 2 tur ərzində Arsenal və Borussia Dortmunda məğlub olublar. 2 oyuna 1 qol vuran Atletik Bilbao qapısında 6 top görüb. Həm La Liga, həm Çempionlar Liqası nəticələri onu göstərir ki, Valverde'nin komandası müdafiə cəhətdən o qədər də güclü deyil. Hətta İspaniya mətbuatının yaydığı son məlumata əsasən Atletik Bilbao'da hücum bölgəsi də sıxıntılar yaşayır. Çox güman ki, videonun əvvəlində qeyd etdiyim kimi klubdakı xal aclığı zədəli oyuncularının iynə bahasına olsa da Qarabağla oyunda meydanda olmasına çalışacaqlar. Videonun ən maraqlı və sizləri düşünməyə vadar edəcək hissəsi olan taktiki analizə keçid edirik. Videonun əsas hissəsinə keçmədən öncə sizdən videonu bəyənməyiniz, kanala abunə olmağınız və Atletik Bilbao Qarabağ maçında nəticə haqqında fikirlərinizi şərhlərə yazmağınız xahiş olunur. Daha çox kütləyə çıxmağımız üçün bunlar vacib amillərdir. Ernesto Valverde'nin Atletik Bilbao'su həm intizamlı müdafiəni, həm də sürətli hücum oyununu birləşdirən taktiki yanaşma nümayiş etdirib və bu onları La Ligada güclü rəqibə çevirib. Valverde'nin təcrübəsi və Bilbao'nun ənənəvi oyun üslubunu yaxşı bilməsi ona həm dözümlü, həm də yaradıcı bir komanda qurmağa imkan verib. Taktiki çevikliyi və iti strateji baxışları ilə tanınan Valverde, komandanın üstünlüklərini, yüksək intensiv pressingdən tutmuş topa səmərəli nəzarətə qədər maksimum dərəcədə istifadə edən sistem formalaşdırıb. Bu analiz Valverde rəhbərliyində Atletik Bilbao'nun oyun üslubunu müəyyənləşdirən taktiki elementləri, quruluşları, oyuncu rollarını və oyun içindəki adaptasiyaları izah edəcək. Hücum quruluşunda Valverde əsasən komandasını 1-4-3-3 düzülüşündə yerləşdirir. 4-lü müdafiə xətti, 1-6 nömrə, 2-8 nömrə və 3 hücumçu. Bu düzülüş arxada möhkəm baza yaratmaqla yanaşı, mərkəzdə çeviklik və seçim imkanları saxlayır. Müdafiəçilər həm enlik, həm də sabitlik təmin edir, topu dərinlikdən nəzarət etməyə şərait yaradır. Tək dayaq yarım müdafiəçi müdafiə ilə yarım müdafiə xəttini birləşdirir, tempə diktə edir və topu irəlidəki 2 mərkəz oyunçusuna ötürür. Onlar rəqibin xəttləri arasındakı boşluqlardan istifadə edir. Pas üçbucaqları quraraq oyunu önə aparır. Hücum xəttində isə mərkəz hücumçunun ətrafında daim ötürmə və ya arxaya qaçış variantı olur. Bu sistem həm sürətli keçidi təmin edir, həm də rəqibə daimi təzyiq göstərir. Lakin çox vaxt Bilbao 1-4-3-3-dən daha çevik və dinamik olan 1-4-2-4-ə keçir. Bu dəyişiklik əsasən mərkəz yarım müdafiəçilərindən, adətən Oyhan Sanset irəli çıxanda baş verir. Kənar hücumçular da hücumçu ilə yanaşı daha irəlidə oynayır. Beləliklə, Bilbao son zonada rəqibi daha çox sıxışdırır və hücumda gözlənilməzlik yaradır. 1-4-2-4 həm cinahlarda, həm də mərkəzdə say üstünlüyü yaratmağa, daha aqressiv hücumlar qurmağa imkan verir. Bu sistemdə hücumçuların daim mövqelərini dəyişməsi rəqib müdafiəçilərin işini çətinləşdirir. Bu sistemdə Sanset çox sərbəst rol oynayır. Bəzən geriyə düşərək quruluşa dəstək olur, bəzən isə hücum xəttinə əlavə oyuncu kimi qoşulur. Onun hərəkətliliyi həm özü, həm də komanda yoldaşları üçün boşluqlar açır. Bilbao quruluş zamanı tez-tez bir maraqlı gedişdən istifadə edir. Cinah müdafiəçilərindən biri mərkəzə keçir, digəri isə arxada qalaraq üçlü müdafiə xətti yaradır. Bu yanaşma həm sabitlik, həm də çeviklik gətirir. Bir cinah müdafiəçisi mərkəzə keçməklə əlavə yarım müdafiəçi rolunu oynayır və rəqib mərkəzini sayca üstələyir.
Digər cinah müdafiəçisi isə arxada qalaraq əks hücumlara qarşı sığorta edir. Bu, topa nəzarəti artırır, keçidi asanlaşdırır və hücum quruluşuna daha çox pas variantı əlavə edir. Belə hallarda rəqib cinah oyunçusu çox vaxt daxilə çəkilir və bu da Bilbao mərkəz müdafiəçisi ilə cinah hücumçusu arasında ötürmə xəttini açır. Bunun nəticəsində 2-nin 1-ə vəziyyətləri yaranır. Valverde komandası topa sahib olarkən müdafiəçiləri meydançanın ön hissəsinə sıxır. Bu, həm qarşı pressingi asanlaşdırır, həm də topun tez qazanılmasına şərait yaradır. Yüksək müdafiə xətti oyuncular arasındakı məsafəni azaldır, ötürmələri sürətləndirir və rəqibin irəli çıxmasının qarşısını alır. Bilbao hücumçuları daim rəqib müdafiə və yarım müdafiə xəttləri arasındakı boşluqlara düşməyə çalışır. Əsasən Sanset bu zonalarda top qəbul edir və üzünü qapıya çevirərək ya ötürmə edir, ya dribling, ya da zərbə vurur. Rəqib müdafiəçi önə çıxarsa arxada boşluq buraxır, çıxmazsa Bilbao oyuncusu daha rahat qərar verir. Müdafiə və dayaq yarım müdafiəçilər də bu boşluqlara düz ötürmələrlə oyun qururlar. Xüsusən Williams qardaşları tez-tez rəqib müdafiəsinin arxasına qaçış edir. Cinah müdafiəçiləri topa sahib olduqda hücumçular dərhal boşluğa qaçır. Beləliklə, müdafiə xətti dartılır və boşluqlar açılır. Bu təhdid rəqibi yüksək müdafiə ilə oynamamağa məcbur edir. Müdafiə arxaya çəkildikcə Bilbao yarım müdafiəçilərinə ön zonada daha çox sahə açılır. Bilbao hücumçuları tez-tez bir-birini tamamlayan hərəkətlər edir. Məsələn, biri arxaya qaçış edərkən digəri geri düşür. Bu, rəqib mərkəz müdafiəçilərini çətin seçim qarşısında qoyur. Əgər geri düşən hücumçunu qarşılayırlarsa, arxada boşluq yaranır və qaçış edən hücumçu ötürmə ala bilir. Əgər arxanı qoruyurlarsa, bu dəfə geri düşən hücumçu topu qəbul edib hücumu davam etdirir. Bu, xüsusən Nico Williams üçün tez-tez açıq vəziyyətlər yaradır. Atletik Bilbao'nun oyun planı çox vaxt topu cinahda Nico Williamsa çatdırmaq üzərində qurulur. Onun sürəti və dribling bacarığı onu daim təhlükəli edir. Birəbir situasiyalar yaratmaq üçün Bilbao tez-tez sürətli və irəliyə yönəlmiş paslarla oyunu qurur, rəqib yarım müdafiəsini topa tərəf çəkir. Bununla da cinahlarda Williams üçün daha çox boşluq yaranır. Mərkəz oyuncularının və cinah müdafiəçilərinin hərəkətləri müdafiəçiləri içəri çəkir, Williamsı birbaşa rəqibinə qarşı təkbətək saxlayır. Bu vəziyyətlərdə topu qəbul edən Williamsa azadlıq verilir. Rəqib cinah müdafiəçisinə qarşı dribling etmək, onu keçmək və ya içəri kəsərək zərbə və ötürmə imkanı yaratmaq. Bu izolyasiya və boşluq yaratma strategiyası Bilbao'nun hücumunda əsas rol oynayır. Williamsın fərdi keyfiyyətlərindən maksimum istifadə edərək müdafiələri dağıdır və şanslar yaradır. Rəqiblər çox vaxt Nico Williamsı neytrallaşdırmaq üçün onun üzərinə əlavə oyuncular göndərir, 2 və ya 3 oyuncu ilə cinahı bağlayır. Bu, bir müddət Williamsın təsirini azalda bilər, amma meydanın digər sahələrində boşluqlar açır. Bilbao tez ötürmə dəyişməklə və ya mərkəz oyuncularını tapmaqla bu boşluqlardan yararlanır. Beləliklə, rəqibin müdafiə strukturunun dartılması əksinə Bilbao üçün üstünlük yaradır. Valverde'nin oyuncuları çox vaxt mərkəz müdafiəçi ilə cinah müdafiəçisinin arasındakı boşluqlara hücum etməyə çalışır. Bu, əsasən cinahdan gələn hücumlarla, hücumçuların və ya mərkəz yarım müdafiəçilərinin içəriyə underlap qaçışları ilə həyata keçirilir. Cinah oyuncusu topu qəbul etdikdə rəqib cinah müdafiəçisini cəlb edir və bu, onunla mərkəz müdafiəçisinin arasında boşluq açır. Buraya başqa Bilbao oyuncusu qaçış edir, ötürmə alaraq ya qapıya kəsir, ya da təkbətək dribling edir. Hətta ötürmə edilməsə belə, qaçış rəqib dayaq yarım müdafiəçisini dartır və bu da içərini boşaldır. Cinah oyuncusuna içəri keçərək zərbə və ya pas imkanı verir. Bilbao müdafiə zamanı əsasən 1-4-4-2 quruluşunda düzülür. Onlar mərkəzi bağlamağa, rəqibi cinahlara yönləndirməyə çalışırlar. Bu düzülüş balans, sıxlıq və intizam üzərində qurulub. Komanda 2-0-4-lü xəttlə müdafiə olunur, hücumçular isə yarım müdafiənin önündə dayanır. Hücumçular yalnız pressingin birinci xətti kimi yox, həm də komandanın hücumdan müdafiəyə keçidində əsas rolu daşıyır. Valverde komandasının çox geri çəkilməsini istəmir, yarım müdafiə ilə müdafiə arasında məsafəni qapamağa çalışır. Bilbao'nun müdafiədə yüksək iş tempi onların əsas kimliyidir. Valverde rəhbərliyində komanda kollektiv şəkildə pressing edir və boşluqları bağlayır. Hücumçular və yarım müdafiəçilər rəqibi davamlı sıxışdırır, hücum quruluşunu pozur və meydanın yuxarı hissəsində top qoparmağa çalışır. Hər bir oyuncu, hücumçudan tutmuş müdafiəçiyə qədər topu daşıyan oyuncuya təzyiq etməklə komanda formasını qoruyur. Bu fədakar müdafiə üslubu həm hücumları boğur, həm də təhlükəli zonalarda top qazanmağa imkan verir. Valverde müdafiədə komandasının çox geri çəkilməsinin qarşısını almaq üçün meydançanı sıxışdırmaq istəyir. Yəni komanda daim irəli itələnir. Rəqib geri və ya yan ötürmə etdikdə Bilbao dərhal pressingi önə çəkir, digər oyuncular da irəli sıxılır. Bu proses davamlı təzyiq yaradır, rəqibin oyun ritmini pozur və onları Bilbao qapısından uzaqlaşdırır. Valverde həmçinin rəqibə meydanın yuxarı hissəsində pressing etməyi istəyir. Bunun üçün əsas quruluş yenə bir 4-4-2 olur. Hücumçular rəqibin mərkəz müdafiəçilərinə bucaq altında pressing edərək oyunu bir cinaha sıxışdırır. Digər oyuncular da həmin cinaha sürüşərək çoxluğundan pressing edirlər.
Bu, rəqibi səhvə məcbur edir və çox vaxt uzun ötürmə və top itkisi ilə nəticələnir. Bilbao'nun bu pressing sistemi sayı üstünlüyü təmin edir və uzun ötürmələrə qarşı nəzarəti asanlaşdırır. Eyni zamanda, mərkəz yarım müdafiəçilərdən biri pressingə qoşulanda boşluq qalırsa, müdafiəçi önə çıxaraq həmin boşluğu bağlayır. Bilbao həm də keçidlərdə çox güclüdür. Onlar topa sahib olanda həmişə meydanın yuxarı hissəsində çoxlu oyuncu saxlayır. Top itkisi anında bu dərhal ekspressing üçün imkan yaradır. Topu itirən kimi ən yaxın 4-5 oyuncu dərhal topu daşıyan rəqibə sıxılır, ötürmə yollarını bağlayır. Bu aqressivlik rəqibin hücuma keçidini pozur, səhvlərə məcbur edir və təhlükəli zonalarda topu geri qazanmağa imkan verir. Nəticə etibarilə Ernesto Valverde'nin Atletik Bilbao'dakı taktiki yanaşması onun həm klubun kimliyini, həm də oyuncuların güclü tərəflərini yaxşı bildiyini göstərir. O, strukturlaşdırılmış, amma çevik sistem qurub, həm müdafiədə intizamlı, həm də hücumda sürətli. Yüksək pressing, sıx müdafiə xətləri və ani hücum keçidləri Bilbao'nu hər rəqib üçün çətin rəqibə çevirir. Valverde'nin taktiki ustalığı və kluba uyğun fəlsəfəsi onların uğurlarında əsas rol oynayır. Bütün bu danışdıqlarımızdan görünən odur ki, nə qədər yaxşı günlərini yaşamasa da Qarabağ çətin bir rəqibə qarşı oynayacaq və Atletik Bilbao köklü ənənələrə sahib bir klubdur. Onlar La Ligada illərdir ki, Avropa hegemoniyasına sahib olan Real Madrid, Barcelona, Atletico Madridə qarşı oynayaraq oyun təcrübələrini daha da təkmilləşdiriblər. Bizə sərf edən nüanslardan biri odur ki, qarşımızdakı rəqib bizə yuxarıdan aşağı baxaraq artıq vuracağı top sayını belə öz aləmində müəyyənləşdirib. Meydana arxayın çıxan komandaların Qarabağla nələr yaşadıqlarına isə bir neçə ildir bizimlə yanaşı bütün dünya şahidlik edir. Və ən əsası kompakt oyun üslubuna, sistemə malik bir klubla oyunda bizim bu oğlana ehtiyacımız var ki, o da Turan Tovuzla maçda 77-ci dəqiqədən meydana çıxaraq ümidlərimizi artırdı. Çünki orta xəttdə Bilbao komandasında oyuncu əksiltməliyik ki, hücum və ya əks hücumlarımız kəsərli xarakter daşıyaraq bizi nəticəyə aparsın. Göstərdiyi dribling, oyun zəkası və oyuncu keçmə qabiliyyəti isə Marko Yankoviçdə yüksək səviyyədədir. Buna görə də Qarabağın bu maçda ona hava və su kimi ehtiyacı var. Üstəgəl Yankoviç şiddətli pressing zamanı müdafiə ilə hücum arasında körpü rolunu çox fantastik icra edir. Son çempionat oyununda Qurban Qurbanovun ona 25 dəqiqə şans verməsi məncə Atletiklə matça görə idi. Və sonda bildirim ki, Atletik Bilbao Qarabağ maçında həyəcanlı və stresli olan tərəf İspanlardır. Çünki onlar qələbə qazana bilməyəcəyi təqdirdə Çempionlar Liqasında növbəti mərhələ şanslarını itirəcəklər. Bu sarıdan Qarabağ meydana daha arxayın çıxan tərəfdir. Nəticə üçün isə rəqibin tələskənlik və aşırı qol vurmaq istəyindən yaranan səhvlərini maksimum dəyərləndirmək mütləqdir. Komandamız 3 xal qazanacağı təqdirdə nələrin olacağı, dünya mediası və futbol camiyyəsinin nələr danışacağını düşünəndə bir anlıq cənnət havası gəlir. Xalsız qayıtsaq belə bu komanda hər hal ilə alqışa layiqdir. İnanırıq ki, onların 9 top arzuları ürəklərində qalacaq və bizlər 9-cu xalımıza sevinəcəyik. Bəs sizcə Atletik Bilbao Qarabağ maçında hansı nəticə qeydə alınacaq? Fikirlərinizi şərhlərə yazmağı və bu cür təhlil videoları üçün kanala abunə olmağı unutmayın.